Xoş gördük əziz dinləyicilər. Bu dəfə də mən istəyirəm sizlə bir vacib olan din barəsində danışım. Deməli, dində əsasən Quranın 42-ci, yəni Şura surəsinin 23-cü ayəsinə istinad edilən qohumlarıma məhəbbətdən, qohumlarıma sevgimdən başqa bir ayə kimi tərcümə edilir. Əsasən firqələr bunu edirlər. Siz də bilirsiniz ki, bizim ümumiyyətlə firqəmiz yoxdur və mən Əhl-i Beyti çox sevirəm, ondanam, seyidəm, amma ona görə də bu haqq ilə mənim üzərimə düşür ki, mən bunu deyəm ki, bugün sizi hansısa firqə mollaları, İrançı, Şiə, digərləri aldada bilərlər. Amma bizim məqsədimiz nədir? Bizim məqsədimiz zülm etməmək, bizim məqsədimiz sırf Allahın nə dediyini o formada demək. Yoxsa bizim hər hansı bir firqə kimi bir qazancımız yoxdur. Bizim bunu deməklə kiməsə hansısa dövlətə, hansısa mollaya işləmirik. Ona görə də biz gərək həqiqəti deyək. Yəni, həqiqət nədən ibarətdir? Bu günlərdə də mən bir məclisdə iştirak edirdim. Eynən ruhani, İran ruhanisi belə bir mövzu açmışdı ki, Şura surəsinin 23-cü ayəsində güya ayə bu formada belə bir ayə var ki, mən bütün bu risalətimi təbliğ etməyim sayəsində öz qohumlarıma, Əhl-i Beytimə sevgidən başqa sizdən bir şey istəmirəm. Ona görə bunu çox reklam edirlər. Amma əslində isə burada yenə də hansısa firqə özü üçün istifadə edir bundan və insanların bilməməsindən istifadə edir. Bu ayəni bu formada deməli izah edirlər ki, güya ayədə yazılıb ki, mən öz ailəmə sevgidən başqa, yəni Əhl-i Beytimə sevgidən başqa bir şey istəmirəm. Əvvəla onu izah eləyək ki, Allahın göndərdiyi din kiminsə ailəsinin sevgisini kiməsə göstərmək üçün deyil. Allahın göndərilən dini yalnız və yalnız Allaha məxsusdur. Və burada hər kəs elə İslamda da əslində bir-biri ilə çelişir bunların dedikləri. Sile-i rəhm deyilən bir məsələ ki var. Qohumlara sevgidən, ata-anaya məhəbbətdən başqa. Əslində bu ayədir və bunun da Ərəbistana gəlməsinin səbəbi ondan ibarətdir ki, bilirsiniz, ərəb cəmiyyəti bir-birini öldürürdü, uşaqlarını öldürürdü, qadın 5-ci sinif sayılırdı və öz uşaqlarını diri-diri öldürüb öz ailələrini, öz valideynlərini, öz qohumlarına qarşı sərt rəftar edir. Yəni, öz övladını öldürən bir cəmiyyət də hansı cəmiyyətdir? Əlbəttə ki, elə məhz İbrahim əleyhissalamın da insan başı kəsməsindən azad eləməsinin səbəbi buydu. Yəni, eyni zona, eyni ərazidən söhbət gedir ki, ayə də bu formada gəldi ki, Peyğəmbər dedi ki, mən bütün bu risaləti sizə təbliğ etməyim sayəsində qohumlara sevgidən başqa sizdən bir şey istəmirəm. Amma bu günləri bunu Şiə ruhaniləri, hansısa ağalar, hansısa özünə Şiə dövləti qurmuş bu Zübeyr dövlətləri Allahın ayəsini kontekstdən çıxardıb nağıl dini yaradırlar orada. O nağıl dinində kimisə reklam edirlər və bu reklam üzərində də pul qazanırlar özləri. Amma aslında ayə necədir? Mən sizin üçün burada 4 dənə, 5 dənə ayəni nümunə çəkəcəyim. Siz təsəvvür edin. Ələddin Sultanovun tərcüməsində yazılıb. Mən bunun müqabilində sizdən qohumluq sevgisindən başqa heç bir şey əvəz istəmirəm. Qohumluq sevgisindən bütün insanlara bildirir. İslam dini sülh dinidir. Bütün insanlara sevgi üçün gəlib. Kiminsə ailəsini sevmək üçün deyil. Bütün insanları sevəcəksən. Əlbəttə ki, Əhl-i Beyt bu insanların zinətidir. Niyə Əhl-i Beyti sevməyəsən? Niyə heç kəsi yalnız Əhl-i Beyti sevəsən? Bütün insanlığı sevmək lazımdır. Çünki Allah dini bütün insanlıq üçün göndərib. Ələddin Sultanov bu cür tərcümə eləmişdi. Gəlin keçək Ziya Bünyadova. Ziya Bünyadov deyir ki, bunun müqabilində sizdən qohumluq sevgisindən başqa heç bir şey əvəz istəmirəm. Amma bunlar necə tərcümə edirlər? Qohumlarıma sevgidən başqa. Heç də elə deyilmiş. Keçirik Əlixan Musayevin tərcüməsinə. Əlixan Musayev də eynən sizdən bunun müqabilində əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm. Görün, bunlar nə qədər saxtakardırlar. Ayə bu formadadır. Qohumluq sevgisindən, bütün qohumlara, bütün insanlara sevgidən söhbət gedir ki, bir-birinizi qırmayın, öldürməyin, uşaqlarınızı diri-diri bastırıb öldürməyin. Amma bunlar nə deyirlər ki, o ayə deyir ki, mənim qohumlarıma sevgidə, sanki İslam dini Peyğəmbərin qohumları üçün gəlmişdi və onun qohumlarını reklam edir. Bu İslam dini Rəsulun gəlişi də yalnız və yalnız Allahı tərənnüm etmək və Allahın dediklərini yaymaq üçündür. Keçirik Ələddin Quliyev. Ələddin Quliyev rus dilində yazır. Mən istədim, onu da tərcümə elədim ki, görəsən bu necədir? Eynən mən sizə bunun müqabilində əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm yazılmışdı. Sonra ərəb dilinin özünü götürdüm. Ərəb dilinin özünü götürdüm. Onu da tərcümə elədim. Ərəb dilinin tərcüməsində də belə gedir. Mən sizdən bunun müqabilində qohumlar arasında məhəbbətdən
məhəbbətdən başqa heç bir mükafat istəmir. Demək ki, ayədə qohumlara məhəbbətdən başqa gedir. Qohumlarıma məhəbbət yox, əhl-i-beytimi sevmək yox. Əhl-i-beyti sevmək lazım deyilmi? Əlbəttə sevəcəyik. Bütün Peyğəmbər əleyhissalamın özü də, ailəsi də bizim üçün doğmadır, əzizdir. Bütün Allah Taala öz dinini bütün insanlara sevgi üzərində göndərib, əlbəttə ki, burada əhl-i-beyt də istisna edilmir. Sadəcə olaraq bizim firqəmiz olmadığına görə, biz hansısa firqənin qulu olmadığımıza görə, ağadan hansısa İranın mollalarından pul almadığımıza görə, hansısa mollanı reklam etmək istəmədiyimiz üçün, biz Allahdan qorxduğumuz üçün, məhz ona görə də Allahın dininə zülm etməmək üçün Allah nə deyib, onu sizə çatdırırıq və bu formada İstəyirdim biləsiz ki, qohumlarıma sevgi söhbəti yoxdur, qohumlara, bütün insanlığın qohumlarından söhbət gedir. Amma indi gəlin İran yazılarına keçəyin. İranın Quran tərcüməsində Meşkini Ərdəbillinin mənim əlimdə kitabı var. Meşkini Ərdəbilli isə yazır ki, sizdən bunun müqamında qohumlarım barəsində məhəbbətdən başqa. Bax, görürsünüzmü? İran saxtakarlığı budur. İran mollaları, kimlərsə də deyir ki, gəlin alimdən, siz alimsiniz, sizi dinləyək. Sonra da belə bir reklam edir. Gəlin alimdən soruşun, alim budur da, sənin alimin saxtakardır da. Sənin alimin Allahın kəlməsini belə tərcümədə səhv eləyir ki, nə var, Xamneyinin xoşuna gəlsin. Sən Allahın dinini yox, Xamneyinin dinini qurmusan. Və ya da kimsə hansısa mollanın dinini qurub. Sünnilər də gedib Əbu Bəkirin dinini qurublar. Mən nə bilim, Buxarinin dinini qurublar. Allahın dini isə bizə nəyi tövsiyə edir? Allahın dini bizə eynən sizə çatdırdığım kimi nə deyirsə onu deməyi bizə tövsiyə edir. Təkcə İranın reklamını etmək üçün bu insanlar gör nə qədər saxtakardırlar ki, hətta Quranda onu tam kontekstdən çıxardır. 5 nəfəri mən sizə oxudum. 5 nəfər eyni kəlməni yazır, amma İran mollaları isə tərcüməsində qohumlarıma məhəbbətdən başqa və bunlar da bunu götürürlər. Eynən Quran İranın dini ilə gedirlər. Bu İranın dini yox, bu Allahın dinidir. İstəyirdim bunu da sizə çatdırım. Təşəkkür edirəm diqqətinizə görə. Var olun.